Yorğanın istilikdən daha çox təhlükə yaratdığını bilirsinizmi? Gəlin bu günlərin körpələri yatızdıran zaman niyə yorğan döşəkdən istifadə etməməyi tövsiyə edirik, bu haqda danışaq. Bilirik ki, yeni doğmuşlar, xüsusən 2 yaş altı uşaqlara da bu aiddir. Onlarda yorğan istifadəsi məsləhət görülmür. Onların üzərini biz yorğanla örtən zaman uşaqlar istilənir, bədən hərarətləri artır. Bu zaman onlar öz üzərlərini açmaq durumunda olmurlar. Bu da ani bəbək ölümünə səbəb ola bilər. Eyni zamanda uşaqların həmin bu yumşaq əşyalar ağızlarını qapada bilər və bu da uşağın boğulmasına səbəb ola bilər. Bilirik ki, körpə uşaqların hələ onurğası tam formalaşmış olmur. Ona görə də formalaşmaqda olan onurğanı yastıq formalaşmasına mane ola bilər. Buradan üzümü tuturam analara tövsiyəm budur ki, 2 yaş altı uşaqları yatızdıran zaman sadəcə matras və onun üzərini örtən örtükdən istifadə edin. Əgər havalar soyuyursa, körpənizə soyuq olar düşüncəniz varsa, onda yuxu tulumları deyilən geyimlər var ki, onlardan istifadə edə bilərsiniz.